Şəhərimizin bu dəfəki qonağı Azərbaycan əsilli Amerikalı rəssamdır. Cənubi Azərbaycanın Urmiya şəhərində anadan olan Lalə Bağırzadə 21 ildir Amerikada yaşayır. Kənd təsərrüfatı üzrə fəlsəfə doktorudur və bitki filoloqu kimi çalışır. Eyni zamanda rəssam olan qonağımız Şimali Karolina Akvarellistlər Cəmiyyətinin sərgisində birinci mükafata layiq görülüb. Hazırda həmin sərgidə sərgi direktorudur. Mən özüm Urmiyədən gəlmişəm və mənim atam və atalarım Urmiyəlidilər. Amma mənim ata tərəfim də Ordubadlıdırlar. Ümidim var ki, bir gün Ordubada gedim və öz kiməm, hardan gəlmişəm onu da bir bilmək istəyirəm. Bu kimliyim, mən kiməm, atalarımdan Bakıya gəldiyimdən ataları görmək çox gözəl bir duyğudur və onu mən sənətimdə, əsərlərimdə çox gözəl halətdə inşallah daşıyacağam və dünyaya tanıtdıracağam. Ölkəmizə, daha doğrusu ölkəsinə onu gətirən səbəb fərdi sərgisinin təşkili olsa da, Azərbaycanı qarış-qarış gəzmək niyyətindədir. Bakı mənə bir tarixdir, Bakı mənə bir sənətdir, Bakı mənə bir əsərdir və bu tarixi, əsərləri, sənəti gəlib yaxından görmək, yaşamaq mənim üçün çox qürurlu bir şeydir. Bir Azər bir qızı olaraq bu burada qalmayacaqdır. Mən ümidim var ki, Bakını, Azərbaycanı hamı tanısın. Bu gözəl sənətli bir ülkəni hamı bilsin. Lalə xanım Bakı haqqında təəssüratlarını gizlədə bilmir. Özünü qonaq kimi yox, vətənində hiss etdiyini deyir. Rəssamın ölkəmizdə Fırçanın səsləri, sevilən torpaqlardan keçən səyahət adlı fərdi sərgisi də keçirilib. Rəssam Azərbaycanda olduğu müddətdə şəhid övladlarına ustad dərsi də keçib. Həmin uşaqların əl işlərini isə öz sərgisində nümayiş etdirir. Şəhidlərimizin, çocuklarının bir səsi oldu burada. Qarabağın zəfərinin səsi oldu. Onların hər qələmləri əlinə aldıqları və bu əsərləri çəkməyə elə bir güclü səsi var idi ki, bu səs mənim nəzərimdə dünyada duyulacaq və onlar çox hünərli bir çocukdular. Mənə çox qürurlu bir gün oldu ki, onlarla işlədim. Elə bizə də bizi qürurlandıran həm də Azərbaycan əsilli bir sənət adamının dünyanın ən nüfuzlu ölkələrindən birində söz sahibi olmasıdır. Röya Salmanova, Zaur Haşimov, Telesəhər.